Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about preposition and postpositions. Prepositions come before a noun and show direction, time, or location. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. Here are some common prepositions. Üçün, üçün, üçün. Üçün is for. For example, bu kitap senin üçündür. Bu kitap senin üçündür. Bu kitap senin içindir. It means this book is for you. This book is for you. Bu kitap senin üçündür. Hakkında. 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 Hakkında is about. About. Like, mən bu məsələ haqqında fikirlərimi bölüşəcəm. Mən bu məsələ haqqında fikirlərimi bölüşəcəm. Mən bu məsələ haqqında fikirlərimi bölüşəcəm. I will share my thoughts regarding this issue or about this issue. Qabağında, o qarşısında. Qabağında, o qarşısında. Is in front of. Mən qabağında dayanmışam. Mən qabağında dayanmışam. Or mən qarşısında dayanmışam. Mən qarşısında dayanmışam. I'm standing in front of something. I am standing in front of something. Or you. Me. Arxasında, arxasında, arxasında is behind. Behind. Like, mənim evim parkın arxasındadır. Mənim evim parkın arxasındadır. Mənim evim parkın arxasındadır. It means my house is behind in park. My house is behind in park. My house is behind in park. İçində, içində, içində. İçində is inside. Inside. Otağın içində çoxlu kitab var. Otağın içində çoxlu kitab var. Otağın içində çoxlu kitab var. It means there are many books inside the room. There are many books inside the room. There are many books inside the room. Yanında, yanında, yanında is next to. Next to. Like, mənim dostum yanımdadır. Mənim dostum yanımdadır. Mənim dostum yanımdadır. It means my friend is next to me. My friend is next to me. Mənim dostum yanımdadır. In postpositions, like da, de. Da, de. Da, de is in, on, at. In, on, at. Like, mən evdəyəm. Mən evdəyəm. Mən evdəyəm is I am at home. I am at home. A-e. A-e. A-e is to. To. Like, mən məktəbə gedirəm. Mən məktəbə gedirəm. Mən məktəbə gedirəm. I am going to school. I'm going to school. Dandan. Dandan. Dandan is from. From. Mən məktəbdən gəldim. Və yaxud o məktəbdən gəldi. O məktəbdən gəldi. O məktəbdən gəldi is he or she came from school. She came from school. O məktəbdən gəldi. İlə or lalə. İlə or lalə. With. Like, mən dostumla gedirəm. Mən dostumla gedirəm.
Mən dostumla gedirəm. Is I am going with my friend. I am going with my friend. I'm going with my friend. Sonra is after. After. Yeməkdən sonra gəzintiyə çıxacaq. Yeməkdən sonra gəzintiyə çıxacaq. Yeməkdən sonra gəzintiyə çıxacaq means we will go for a walk after the meal. We will go for a walk after the meal. Yeməkdən sonra gəzintiyə çıxacaq. Gedər, gedər, gedər. Gedər is until till. Like mən saat 5'ə qədər buradayım. Mən saat 5'ə qədər buradayım. Mən saat 5'ə qədər buradayım. It means I will be here until 5 o'clock. I'll be here until 5 o'clock. Qarşı, qarşı, qarşı is against. Against. Əleyhinə, 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 qarşı. Əleyhinə or qarşı is against. Like o bunun əleyhinə danışır. O bunun əleyhinə danışır. O bunun əleyhinə danışır. He or she is talking against this. She is talking against this. And that's it. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share and subscribe for more useful learning tips. Sağ olun and görüşene dek.